Salam dostlar, gününüz xeyirli olsun. Bugünləri sizlərlə birlikdə TİMO 3-cü sinif imtahan suallarına baxacağıq. Belə isə başlayaq. Deməli, burada sıralama verildi. 1 üstə gəl, 2 üstə gəl, 3 üstə gəl və bu 30-a qədər davam edir. Deyir ki, bəs 30 vurulsun 31 bölünsün 2 olarsa. Bu bildiyimiz cəm düsturudur. Cəm düsturunun deməli ümumi yazılış formulu necə idi? N vurulsun, N üstə gəlsin 1 bölünsün 2 şəklində. Yəni bunu orada göstəriblər sadəcə. Bizə deyir ki, bəs 499-dan 470 qədər cəmi neçədir deyir bizə. Bunun üçün ilk öncə say düsturunu tapırıq. Deməli, say bərabərdir sonuncu, çıxılsın birinci, üstə gəlsin 1. Bir-bir azaldıqlarına görə avtomatik olaraq bunu elədik. Əgər hər hansı bir artım olsaydı o zaman bunu həmin o artıma böləcəkdik. Məsələn, indi burada bir-bir artıbdır deyə hətta tam formülü göstərim. 499 çıxılsın 470 bölünsün 1. Neçə artırsa ona bölürsünüz. Üstə gəlsin 1. 499-dan 70-i çıxdıq qaldı 29-u 1-ə böləndə zaten 29 və üstünə 1 gəldikdə neçə eləyir? 30. Burada 30 ədəd var. Ardından isə cəm. Cəm bərabərdir sonuncu. Üstə gəlinsin birinci. Vurulsun say bölünsün 2 şəklində yazırıq. 9, 0, axırına 0 verdi. Hamısının sonu 5 ilə bitirsə, mən bunu heç özümü yormayacağım. Kalkulatordan hesablayacağım. 499 üstə gəlsin 470, eləyir 969 vurulsun 30 bölünsün 2. O deməkdir ki, 30 bölünsün 2 zaten 15 qalırdı oradan. Vururuq dərhal ilə 15-in özünə. Bu da eləyir neçə? 14535 alınmış olur. Cavabımız olur nə? C variantı. Keçək digər suala. 2. Bir satıcının əlində hamısı eyni formada və rəngdə, lakin fərqli ölçülərdə olan aşağıdakı sandallar var. Satıcı hər müştəriyə eyni ölçülərdə bir sol və bir sağ sandal verməklə bir cüt sandal təqdim edir. Lakin bir müddət sonra satıcı yeni bir cüt yarada bilmədiyini başa düşür. Buna görə satıcının əlində nə qədər sandal qalıb. Okay. Eyni olanları tapaq və silək də üstündən. 41-lər getdi, satdı. 38-lər də getdi. 36'lar da getdi. 37 getdi. Başqa bu 37'nin tayı yoxdur. 41'in tayı var. Bunlar sağ sol yoxdur da inşallah ki. Məsələn bu 41'in ikisi də soldur. Solu sağı var. Yox təzədən. 41'in solu 41'in sağı. 38'in bu sağıdır. 38'in solu var mı? Yoxdur. İkisi də sağdır. Bax bu da sağdır, bu da sağdır. İkisi də sağ ayaqdır. Bunlar heç. 37'nin sağı və solu getdi. 36'nın sağı və solu getdi. 40'ın sağı və solu getdi. 41'in ikisi də soldur. 33'ün ümumiyyətlə o bir tayı yoxdur. 35'in də biri sağdır, biri soldur. Bu da getdi. Nə qaldı burada? 41 deyə qaldı bir dənə. 41. Üstə gəl. Buna görə satıcıda nə qədər sandal qalıb? 2 dənə. Üstə gəlinsin. 38'lər də ikisi dənədir, sağdılar. Bunlar da qalıb. 2 də bunlara görə. 38'lər də qalıblar. Ardından 33, 35, 37. 3 də bunlar. 7 cavab olur nə? B variantı. Davam, yenə deyirəm, oradakı 38'lər eyni olduqlarına görə ikisi də sağ taydılar, onlar sayılmırlar. 3. 682.479 ədədində yan-yana olan 2 rəqəmin yerini dəyişdirəndə yaranan yeni ədədin bu ədəddən daha kiçik olduğunu biliriksə, yeri dəyişdirilən rəqəmlərin cəmi neçədir? Deməli, yan-yana olan 2 ədədin. Tamam, 79'un yerini dəyişsəm yox, 47 yox, 24 yox, amma 82'in yerini dəyişsəm düzəlir. Yəni 628.479 olmuş olur. Cəmi 10 verir bizə. Cavab olur nə? D variantı. Davam edək bir digər sualla. Bir ölkədə 2, 3, 5, 7 və 20 gümüş dəyərində sikkələr var. Bir uşaq 9 gümüş dəyərində bir oyuncaq alır və 20 gümüş dəyərində olan pul ilə ödəniş edir. Buna görə bu uşaq qalıq olaraq ən az nə qədər sikkə alar? Ən az nə qədər sikkə alarsa, deməli 9 gümüş dəyərində bir oyuncaq alıb. 20-dən deməli çıxırıq 9-unu. Buna 11 qaytarmalıdırlar. Ən az neçə ala bilər? Məsələn, tak ki
Bir dənə 7'li alar, 2 dənə 2'li alar məsələn. Bu zaman 3 dənə olur. Bundan daha az variantımız var mı? 3, 5, 3'də də eyni şey olacaq da. 5 üstə gəl, 3 üstə gəl, 3. Yenə eyni şey olacaq. Buna görə bu uşaq qalıq olaraq ən az nə qədər sikə olar? Daha kiçiyi yoxdur yəni. 3'dən az olmuraq. 2 dənə hətta 3 olur. Fərqli pullar bəlkə desəydi nəsə eləmək olardı, amma mən 3 gördüm elə. Xatırladım ki, mən bu videoları, yəni hər videomda deyirəm düzdür, təkrarçılıq olmasa, amma bilin ki, mən bu videoların hər birini gecə geç saatlarda çəkirəm, dərslərdən sonra çəkirəm deyə istərsəməz çox yorğun oluram. Yəni bu səhvdən də istərsəməz yansıya bilər. Yəni indidən səhvlərim üçün üzürlü sayasız və əgər səhv görərsinizsə, rəy bölməsində bildirin. Digər videolarda bunu nəzərə alacağım. Həmçində elə rəy bölməsində də cavab verəcəm. Fatma nənə doğum gündə nəvələri üçün bir tort hazırlayır və tortunu eyni ölçüdə dilimlərə ayırır. Daha sonra nəvələri gəlir və hər bir tortdan bir dilim yeyir. Qalan tort şəkildə göstərildiyi kimidirsə, Fatma nənənin neçə nəvəsi var? Nəvələr üçün bir tort və tortunu eyni ölçüdə dilimlərə ayırır. Okey, tamam. Eyni ölçüdə dilimlərə ayırırsa, məsələn, mən bunu görməzdən gəlsəm, o zaman 1, 2, 3, 4, 5. Deməli, 5 bunun yarısı olmuş olur, düzdürmü? Bax, tən bunun yarısı, bu 5 dənədirsə, deməli, əvvəlcə burada nə qədər dilim var imiş? 10 dənə var imiş. 10 dənədə neçəsi qalıbdı? 6'sı qalıbsa, deməli, 4 dənə nəvəsi, hərəsi bir dilim yeyib. Hər birinə biri tortdan bir dilim yeyib. 4 dənə nəvəsi var, cavabımız olur nə? D variantı və davam edək 6-cı sualla. Şəkildə göstərilən paket soldan sağa 50 cm uzunluğunda, öndən arxaya 30 cm-də və 25 cm hündürlüyündədir. Bu düzbucaqlı prizma formasındakı paket nöqtəli xəttlərlə göstərilən yerlərdən keçən bir lent ilə bağlanacaqdır. Düyüm üçün əlavə 30 cm daha lent lazım olduğuna görə bu iş üçün ən az neçə santimetr lent istifadə olunur? Deməli, bir dənəsini belə aparacaqlar, düzdürmü? Belə aparacaqlarsa paket soldan sağa 50 cm, ən az neçə santimetr lent istifadə olunur? Ən kiçikləri götürərəm da. Bu bir dəfə 25-dən 30 olan istiqamətdə apararam. 25-in 30-a. 2 dəfə keçəni oradan apararam. 2 dəfə keçəni 25-in 30-a apararam. Və buranı 25 qərar versək, deməli, hündürlüyü verdim 25, ən kiçik rəqəmləri ən çox istifadə olunanlara verəcəm. Çünki bu da oradan keçir. Hündürlüyü ona görə 25 verək ki, tam olaraq 4, 2, 6 dəfə bu 25-dən keçəcək da. 25-i hündürlüyünə verərəm. Bu şəkildə 30 verərəm, bura 50 verərəm. Deməli, bu şəkildə də 30 verdim. Burası da oldu 30. Uzunluğu da oldu neçə? 50. Deməli, bu üstdəki ip yəqin ki, aşağıdan da fırlanır da, hə? Yəni, bu tam olaraq belə fırlanacaq deyə düşünürəm. Gəlib burada dayanmayacaq ki. Yəqin ki, buradan belə fırlanacaq. Tamam, baxaq. Deməli, 50, 50, 100. Bu 50 elə bir ki, bax, bir dənə bunun altından keçən, bir də bunun üstündən keçən. 2 vur olsun 50, üstə gəlsin. 2 vur olsun 25. Üstə gəlinsin. Ardından bunları hesablayaq. Bunlar da 30, 31, 2, aşağıda da 2 dənə, 4 dənə bundan. Üstə gəlsin 1, 2, arxada da 2 də bundan 4 dənə də 25 santlıq. Tamam, bitdi. Bir də bunların üstünə gələcək 30 santimetrdə əlavə gələcək. 100, 100. 120, 30, 150. Burada da 50'miz var. 50, 150 deməli 200, 300 və 400 olmuş olur. Cavabımız olur D variantı. Yəni ən azından əgər ki bunlar 2 dəfə gedirsə mənim variantım bu da. Çünki onunla bağlı tam məlumat görmədim. Amma ən az olması üçün bu variant keçərlidir da. Ən az buradan keçə bilir. Yəni digər hamısından daha sərfəlisi düşünürəm ki budur.
Çünki 3 dənəsi, bəli, məncə bu da elə düzgün cavab. Bir tərəfdən cavabları açdım ki, hər hansı bir sualda sıxıntı varsa, onları tutuşturmaq üçün açdım ki, cavablar da bir tərəfdən baxacağım ki, görə bəlkə də səhv götürülənlər də ola bilər içərisində, onları dəqiqləşdirmək üçün. Həmçinin özümü də yoxlamaq üçün ki, ola bilsin ki, məsələn, bayaqları 38 məsələn razmer məsələsini son anda gördüm. Yəni diqqətsizlik eləyə bilərəm. Bir rəqs performansında 23 qız tələbə rəqs edəcəkdir. Hər bir qız bir yubka və bir köynək geyinəcəkdir. Lakin heç biri köynək və yubkanın eyni rəngdə olmasını istəmir. Bütün qızlar bir-birindən fərqli görünmək istədiyinə görə bu rəqs performansında geyimlərdə olan fərqli rəng sayı ən az neçədir? Yubka ilə köynək də eyni rəngdə olmayacaq. Fərqli kombinasiyaların sayı. Deməli, mən buradan bunların saylarına A deməli yubka sayı olsa, B də köynəklərin sayı olsa və A ilə B bir-birindən fərqli olmalıdır, bərabər olmalıdır. Deyirlər, deyir, eyni rəngdə olmasınlar. Bu zaman nə edərəm? N vurulsun, N çıxılsın 1. Fərqli kombinasiyalar düsturuna istifadə edirəm. N vurulsun N minus 1 düsturu və bu 23-dən az olmamalıdır. Məsələn, N-in yerinə 5 qoysam, 5 vurulsun 4, bu 20 eləyir. Bu olmaz. N-in yerinə 6 qoysam, 6 vur 5, 30 eləyir. 23-dən çox olmalıdır. Çünki 23-dən əgər az olsa, 20 olsa, deməli, növbəti 3 dənə təkrarlanacaq deməkdir. O səbəbdən mən nə edirəm? 6 vur 5, 30 götürəcəm ki, yəni N-in sayı 6 olmuş olacaq. 6 fərqli rəng ola bilər burada. Cavab olur D variantı. Hər ehtimal qarşı yoxlayaq. Deyil. Bir qrup pirat ələ keçirdikləri xəzinələri sayarkən piratların lideri hər birimiz bu xəzinəyə bir kisə qızıl əlavə etsək 42 kəsə qızılımız olacaq deyir. Bununla bağlı liderin köməkçisi hər birimiz bu xəzinədən bir kisə qızıl alarsa xəzinədə 28 kisə qızıl qalacaq deyir. Buna görə piratlar qızıl kisənin aralarında bərabər paylaşsa, hər pirat neçə kisə qızıl düşəcək. Deməli, kisə qızıl yerindədir. X-dir. Bir qrup piratı biz A olaraq götürək, içərisindəki qızılları isə X olaraq götürək. Deməli, X-in üstünə A gələncə bərabər olur 42-yə, X-dan çıxan da A-nı isə bərabər olur 28-ə. Tamam. Bunları bu şəkildə alt-alta toplayaq. Olacaq deməli 2x. A biri müsbət biri mənfidirsə bunlar gedirlər. 42 ilə də 28 toplayanda alırıq 70. X bərabər olur 35-ə. Deməli 35 dənə qızıl var. 35-in üstünə A gələndə 42 eləyirsə, deməli bunlar da 7 nəfərdirlər. 7 nəfərdə 35 kisədə qızıl var. Hərəsinə nə qədər düşəcək? 5 dənə düşmüş olacaq. Keçək növbəti sualımıza. 1-dən 9-a qədər olan bütün rəqəmlər hər kartda bir rəqəm olmaqla yazılmışdır. Bu kartlar üzərində ard-arda gələn 3 kart təkərlərlə artan və azalan olmayacaq şəkildə ardıcıl düzülmüşdür. Bunlara əsasən A vurulsun, B çıxılsın, C ifadəsinin qiyməti nəyə bərabərdir? Deməli, artan və azalan olmamalıdır. 1, 3, 4, 5. Deməli, qalıb 2, qalıb 5, qalıb 9. Bunları yerləşdirmək lazımdır. A 2 olmamalıdır. B-yə fikir verin. B nə 9 ola bilməz, nə də 5 ola bilməz. Niyə? 5 olsa 3, 4, 5 olacaq. 9 olsa isə 9, 8, 7 olacaq. Deməli, B məcbur 2 olmalıdır. B məcbur 2 oldu. Ardından A 5 də olsa sıxıntı deyil, 9 da olsa sıxıntı deyil. C-yə baxaq. Ard-arda gələn 3 kartdakı ədədlər artan və ya azalan olmayacaq. O zaman burada sıxıntı var. Çünki mən bura 9 qoysam 8, 7, 9 artan falan yoxdur burada.
Yəni 7, 8, 9 olsaydı okey. Yəni ola bilər ədədlər ardıcıl gələndə bir-birlərinin aralarında fərq var, amma bu düz deyil. 8, 7, 9 heç bir artan azalan sıra yoxdur. 5 də qoysam 7, 5, 6. Yəni bu sual problemlidir. C 5-də ola bilər, 9-da ola bilər. A-da 5-də ola bilər, 9-da ola bilər. Hər ikisində hər ikisi ola bilər bu arada. Bunlar nə ediblər görəsən? Böyük ehtimal deyim nə ediblər? 5-i bura atıblar, 9-u mu bura atıblar? Yəni A ilə C-nin hasili burada olsaydı, sıxıntı olmazdı. Çünki hasildir, hasillərin yerini dəyişəndə, vuruqların yerini dəyişəndə hasil dəyişmir. Onu başa düşərdim, amma A ilə B-ni vurublar və C-ni çıxıblar. Bəlkə bir cavab var, bir cavab yoxdur. Yoxlayaq görə, bəlkə biri var, biri yoxdur. A-nın yerinə 9 qoysam, C-nin yerinə də 5 qoysam. 9-u 2-yə 18, 18-dən 5 çıxanda 13 eləyir. Cavablarda var. Ardından A-nın yerinə 5 qoysam, C-nin yerinə 9 qoysam, 5 vurursun 2, 10, 10 çıxılsın 9, yenə də var. Hər ikisi var, 13 də var, 1 də var. Bu sıxıntıdan hansını götürüblər bunlar? A-nı 1-i götürüblər. Böyük səhv. Yenə də bu fərqi yoxdur. Yəni nə 5, 3, 4, nə 8, 7, 9, heç biri ödəmir. Yəni hər ikisi düzdür. A da düzdür, C də düzdür. Hər ikisi düzdür. Yəni ki, bunu ulduz götürərlər. 10. Rəqəmlərinin cəmi 17-yə tam bölünən ədədlərə TMY ədədi deyək. Buna əsasən ən kiçik 2 TMY ədədinin cəmi nə qədərdir? Rəqəmlərin cəmi 17-yə bölündüyünə görə bunlardan birini 98, 89 götürə bilərəm də, ən kiçik bunlarda da yəqin ki. 9 da 8, 7, 1 yadda, 9, 8, 17, 1 də yadda, 18, 187 eləyəcəyimiz olar, nə? B variantı. Davam edək. 11. Oya balkona gələn quşları bəsləmək üçün bir qutuya buğda qoyur. Yalnız sərçə və göyərçinlərin gəldiyi bu qutuda hər sərçə 3 buğda, hər göyərçində 5 buğda yeyir. Hər sərçə 3 buğda, hər göyərçində 5 buğda yeyir. Tamam. Oya şənbə günü 17 quşun gəldiyini və bunların 71 buğda yediyini müşahidə edir. Tamam. 17 quş gəldi, düzdürmü? Deməli, quşların ümumi sayı 17-dirsə, deməli, mən sərçələri əgər x kimi götürsəm, o zaman göyərçinlər olacaq nə? 17 çıxılsın x. Hər sərçə 3 buğda yeyir. 3x üstə gəlsin, hər göyərçində 5 buğda yeyir. 5 vurulsun, 17 çıxılsın x. Bərabərdir ümumilikdə 71 buğdaya. Aha. 3x üstə gəlsin, 85 çıxılsın, 5x bərabərdir 71-ə. X-ları bir tərəf ədədləri, yəni belə yazsam məncə sıxıntı olar bəzi uşaqlara, mənfiyə gedəcək, çünki mənfini hesablamaq onlara çətin ola bilər. Ən yaxşısı belə eləyərəm də, bunu x götürərəm, bunu 17 çıx x götürərəm ki, daha düzgün olsun. Bunu x göyərsinlər, x götürək, bunu isə 17 çıxılsın x götürək. Səbəb, çünki 17 quş gəlibsə, bunlardan x-i göyərsindirsə, yerdə qalanı sərçədir, yəni 17 çıxılsın x-i nədir? Sərçədir. O zaman bunları toplayaq. 5 dənə göyərçin 5x üstə gəlinsin. 3 vurulsun. 17 çıxılsın x bərabərdir 71-ə. 5x üstə gəlsin. 3-ü vurduq deməli 17-yə bu bizə verdi neçəni? 51 çıxılsın. 3x bərabərdir 71. 5x-dən 3x-i çıxdıq qaldı 2x. 71-dən də çıxdıq 51-i. Qaldı nə? 20. 2x 20-dirsə deməli x bərabərdir nəyə? 10-a. Deməli 10 dənə göyərçin imiş. 17 çıxılsın 17 də nəymiş? Sərçə imiş. Oyanın neçə sərçə gəldiyini 11 olacaq nə? A variantı. Keçək növbəti suala. 12. Aşağıda verilən şəkil bir düzbucaqlı 2 kvadrat və bir üçbucaqdan ibarətdir. Buna əsasən şəkildəki fiqurun perimetrini təyin edin deyir. Ölçülərdir də yəqin ki bunlar. 4-dən 5-ə mi? Belə mi? 5, 9, 9 burada 5'ti. Bura 5'sə burada 5'ti. Bura 3'dü, 4'dü, 5'ti. Burada 3'dü. Bura 9'du. Bura 5'ti. Bu 3 kvadratdırsa, 2 kvadrat deyirsə kvadratlar bunlardır. Bu 3'sə burada 3'dü. 9'un burası 3'sə bura 6'dır, burada 5'ti.
perimetri. Ha. Buradan başladıq. 5, 9, 5, 6, 3, 5, 4, 3, 5, 5. Bunları toplayacaq. Deməli, 1, 2, 3, 4, 5 dənə 5'im. Üstə gəlsin. 1, 2 dənə 3'üm. Üstə gəlinsin. 1 dənə 4'üm, 1 dənə 6'ım. 10 yəni. Üstə gəlsin, bir də 9'um var. 25, 31, 41, 50. Cavabımız olacaq nə? C variantı. Keçən növbət sualımıza. Yay tətilində 3 ay işlənməyə qərar verən bir tələbə 3 ay sonunda özünə bir elektrikli velosiped və 26.000 manat verilməsi şərti ilə işi qəbul edir. Lakin bu tələbə 2 ay sonra işdən çıxır və ödəniş olaraq elektrikli velosiped ilə 10.000 manat alır. Buna görə elektrikli velosipedin qiyməti neçə manatdır? Deməli, adam 3 ay işləməsinə qərar verən bir tələbə 3 ay sonunda özünə bir elektrikli velosiped və 26.000 manat verilməsi şərti ilə işi qəbul edir. Elektrikli velosipedi biz bir X olaraq götürək. Deməli 3 ayına bunun 26.000 üstə gəl X verəcəkdilər. 2 ayına isə 10.000 üstə gəl X veriblər. Tamam, hesablayaq. Çarpaz şəkildə bir-birinə vururuq. Deməli 3 vurulsun 10.000. Əslində bu məbləğ sadəcə göstəricidir, amma olsun. Rəqəmi kiçiltməyək, çünki sıfırların sayında sıxıntı yaşaya bilərsiniz. 3 vurulsun 10.000, bu ilə də 30.000. Üstə gəlsin 3x bərabərdir 56.000. 1, 2, 3, üstə gəlsin 2x. X-lar bir tərəfə, ədədlər bir tərəfə. 30.000-i bu yana keçirəm, 2x də bura keçirəm. Burada olur deməli 3x çıxılsın 2x bərabərdir. 56.000 çıxılsın 30.000. Burada qalır 26.000. Üzr istəyirəm, 52.000. Hisslədim ki, təzə indi rəqəm aldım da, ədədə aldım. Üzr istəyirəm, burada 52.000 olmalıydı. Tamam, okey. 52.000 olmalıydı. 52.000 üstə gəlinsin. Bu çarpaz idi da 2x. 3'ü bunlarla vurdum yazdım. 2'ni də bunlarla vurdum yazdım. 2x keçdiyim buradan 30.000-də keçdiyi oyna. Deməli 3x çıxılsın 2x solda qaldı. 52.000 çıxılsın 30.000 də sağda. 3x-dən 2x çıxanda qaldı x. 52.000-dən də 30.000 çıxanda qaldı neçə? 22.000. Deməli velosipedin qiyməti nə qədərmiş? 22.000'miş. Cavabımız olur nə? B variantı 13-cü sualda. Bir fermer qışda heyvanların yeməsi üçün bir otaq dolusu saman ayırır. Ayırdığı bu saman bir inəyə 3 ay, bir keçiyə isə 6 ay yetə bilir. Bir fermerin inəyi və bir keçisi var. Buna görə bu saman 2 heyvana neçə ay yetər? Okay. Bir otaq dolusu saman ayırır. Ayırdığı bu saman bir inəyə 3 ay, bir keçiyə isə 6 ay yetə bilər. O zaman belə hesablayarıq da. Məsələn, yemək qabiliyyəti ilə hesablasaq, bu tipli misallarda ən yaxşı bilsin nədir? Ədəd vermək. Məsələn, samana bir ədəd verir. Saman tutaq ki, olsun 3 ilə 6'nın ikisinin də bölündüyü bir ədəd olsun. Məsələn, olsun 18. Məsələn. Bir inəyə 3 ay yetirsə, deməli, inək aya nə qədər yeyir? İnək deməli, aya yeyir 6. Tamam mı? Keçiyə 6 ay yetirsə, keçi deməli aya yeyir neçə? 3. Biri ayda 6 yeyir, biri ayda 3 yeyir, düzdürmü? Məsələn, 3 aya yeyirsə 18'i bölərəm 3 arasında hər ayına 6 düşər. Keçi də həmçinin 6 aya yeyirsə 18'i bölərəm 6'ya deməli 3 ay. Bunlar ikisi birlikdədirlərsə, bir fermerin inəyi və keçisi var. Buna görə bu saman 2 heyvan neçə ay yetər? Deməli bunlar bir aya, biri 6 yeyirdi, biri 3 yeyirdi. İkisi birlikdə nə qədər yeyəcəklər? 6 üstə gəlir 9 yeyəcəklər də, düzdürmü? Deməli, zaten 18 idi. Bir ay 9 yeyəcəklər, ikinci ay 9 yeyəcəklər qutaracaq. Cavabımız olacaq nə? Sen. Bu tipli sualların hamısında ən yaxşısı bu şəkildə ədəd verməkdir. 15. Ahmet, Burakcan və Dəmir karate, futbol, voleybol və judo idman növlərindən fərqli ilə məşğul olurlar. Ahmet ilə oynayan idmanlar məşğul olmur. Aha. Bunlarda cədvəl çəkərik.
Deməli, Ahmet, Burak, Can və Demir. Bu şəkildə çəkəcəm. Amma mənim kameramın düz üstünə düşəcək bu. Nəfs oldu bu. Bunu biraz yuxarıdan çəkək. Deməli, Ahmet, Burak, Can, Demir. Aha. Deməli, karate, futbol, voleybol, judo. Ahmet top ilə oynanan idmanlarla məşğul olmur. Deməli, Ahmet nə futbolla, nə də voleybolla məşğul olmur. Burak judo ilə məşğuldur. Burak deməli judo ilə məşğuldursa, avtomatik olaraq digərləri ilə məşğul deyil və avtomatik olaraq Ahmet karate ilə məşğul olmuş olur. Əgər Ahmet karate, zaten demiş, Demir futbol ilə məşğuldursa, Dəmir futbol ilə məşğul olmur. Dəmir də deməli futbolla məşğul olmursa, deməli yerdə qalır ki, bu da futbolla məşğul olmuş olur. Demir də nə ilə məşğul olur? Voleybolla məşğul olmuş olur. İndi bizdən nə soruşur bu? Bundan sizdən aşağıdakı ifadələrindən hansı mütləq doğrudur? Aha. Ahmet voleybol oynayır. Xeyr. Ahmet karatedədir. Can voleybol oynayır. Xeyr. Ahmet futbol yox. Dəmir karate yox. Can futbol oynayır. Can futbol oynayır. Bəli. Cavabımız olacaq nə? 15-də Y variantıdır. Keçək növbəti sualımıza. Aşağıdakı ədədlər nümunəsinin ilk 6 addımı verilmişdir. Bu nümunədə ilk 3 addımdan sonraki hər addımda yazılan ədəd özündən əvvəlki 3 addımda yazılan ədədlərin cəminə bərabərdir. Hamısını deyib. Buna əsasən bu nümunədə başdan 14-cü ədədin təkliklər mərtəbəsindəki rəqəm necədir? Tamam, okey. Okey, anladıq. Yaxşı, indi maraqlı bir nüans çıxır ortaya. Ədədlər buradan mı başlayır, yoxsa budan mı var? Çünki 1, 2, 3 o zaman 4 olmalıdır, tamam mı? Bəs 0 olsa 0, 1, 2, 3 olacaq idi. 1, 2, 3 onda 6 olardı. Burada necə gedib? 2, 3, 4, 9, 3, 4, 9, 7, 9, 6, tamam, okey. Bunsuzdur. 14-cü ədəd istəyir bizdən. Burada bir ümumi cəm varmı, ona baxmaq istəyirəm. Çünki əgər cəmlər gedirsə, burada 29-u gördüm, 4, 16-nı gördüm, 2, 3, 3, 9-u gördüm. 4, 16-nı gördüm, 3, 9, 4, 16. Təkliklər istədiyinə görə açıq ancaq rəqəm sonluqlarından getmək olardı. Deməli, buradakı rəqəm neçə eləyəcək? 9, 6, 5, 9, 4 eləyəcək. 6, 4, 9, 9, 9, 4, 2 eləyəcək. 4, 9, 2, 6, 9, 5 eləyəcək. 9, 2, 5, 6 eləyəcək. Neçəncə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Ancaq son rəqəmə baxıram. 2, 5, 7 edir, 7 üstə 6 gəndə 13. 3 yazasın. 5, 6, 11, 3, 14. 4 yazasın. 6, 4, 3. Burada 3 yazasın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14-cü istəyirdi. Bu da eləyir 3. Cavabımız olur nə? B variantı. Yəni dedim, bəlkə başqa bir şey var, yoxdur. Elə rəqəm, son rəqəmdən getmək olar. Bir ofis mağazasında 12 qələmi bir qutuya, 40 ədəd qutunun bir paketə qoyurlar. Hər qələmə, hər qutuya, paketə bir ədəd marka etiketi yapışdırılır. Bu şəkildə 5 paket hazırlayan satıcı ümumilikdə neçə marka etiketi istifadə etmiş olar? Tamam. Bir ofis mağazasında 12 qələmi bir qutuya, 40 ədəd qutunu bir paketə qoyurlar. Hər qələmə, hər qutuya və paketə bir ədəd marka etiketi yapışdırılır. Bu şəkildə 5 paket hazırlayan satıcı ümumilikdə neçə marka etiketi istifadə etmiş olar? 5 üstə gəlinsin. 5 vurulsun 40. Üstə gəlinsin. 5 vurulsun, 40 vurulsun, 12.
Deməli, bu oldu ümumi qələm sayı, bu oldu ümumi qutu sayı, bu da oldu nə? Ümumi paket sayı. Bunların cəmi qədər. 5, 40, deməli, 212, deməli, 24. 2400 bu ilədir. 800 bu iləsə. Ha, 800 nə idi? 200 bu iləsə. Amma burada irəli verməyə olmuşam. 200 bu iləsə, 5 də bu iləsə. 2605. B variant. Hər sətirdə, hər sütunda və diaqonallarda olan ədədlərin cəmi bir-birinə bərabər olacaq şəkildə aşağıdakı cədvəldə boş olan kvadrat tamamlanmalıdır. Hər sətirdə, sütunda və diaqonallarda olan ədədlərin cəmi bir-birinə bərabər olacaq şəkildə aşağıdakı cədvəldə boş olan kvadratlar tamamlanmalıdır. Tamam. Sətir, sütur və diaqonal olduğuna görə 80 ilə 40. 300 eləyib də. Bura olacaq 100 o zaman. 200 buradan, 100 buradan. 20 bura elədiyinə görə. Bura zaten çox bir şey qalmır ki. 160, 20, 180, bura 20 düşür. 20, 40, 60 ise bura 240 düşür. 200'e mi tamamlayırdıq? 300'e mi tamamlayırdıq? Bax, onu unuttum. 80, 40, 120, 180, 300. 300'ün 240'ı buradadır. Bura nəsə düşəcək? 60. 160, 40, 200 ise bura 100 düşür. 100, 160. Sabıra 140 düşür axı. 140, 40, 280 sabıra 20 düşür. Bayaqlar mənə bu 140 niyə çaşdırdı bəs? Çox mu göründü gözümə görəsin? Bizə nə deyir? Sual şərtinin neçə? 120 daha. Bizə dəqiqə. Burada 120 olmalıdır axı. 20 yox, 120. Cavabımız olacaq nə? Y variantı. Yoxlayaq. Yes. Y variantıdır. 19. Hər qutuya 1-dən 4-ə qədər ədədlər yerləşdirilir. Ancaq hər sətirdə və sütunda bütün ədədlər bir dəfə olacaqdır. Buna görə sual şərtinin yeni hansı ədəd yazılmalıdır. Tamam, böyük kiçik işarəsi ilə gedəcək. Crossword kimidir, bu tipli suallar görmüşük biz əvvəllərdə də. Bir-birindən böyük olduğunu götürməliyik. Tamam. Bu hissəyə fikir vermək lazımdır. İki sadəcə nədən böyük ola bilər? 1-dən. Bura 1'i attım. Bura avtomatik olaraq oldu. Düş 3. 3, 4 var. 2, 1 qalır da, düzdürmü? Yenə 1 o birisindən böyüksə deməli bura 100%, 2-dir, bura 100%, 1'dir. 2, 1. 3, 4'lük yerimiz var. Bura məcbur 3 düşəcək, burada məcbur 4 düşəcək. 4 oldu burada. Sadəcə 4'dür. Başqa ihtimal yoxdur, sadəcə 4'dür. Çünki burada 4 var, bura başqa yaza bilmərəm. Məcburdur. Rəqəmlərinin cəmi 100 olan və özü 100'ə bölünə bilən ən kiçik natural ədəd neçə rəqəmlidir? Rəqəmlərinin cəmi 100 olan və özü 100'ə bölünə bilən. Özü 100'ə bölünə bilirsə, mən son 2 rəqəmin ən kiçik hissəmi hamısını 9'dan dolduraram. Deməli, 100'ü 9'a böldüyümüz zaman 11 dənə 9 yerləşir, bir dənə də artığımız qalır, düzdürmü? Bir dənə də qalığımız qalır. Belə olan halda bu rəqəm, deməli 11 dənə 9'u var bunun. 11 dənə 9'u var. Və ən kiçik dediyinə görə 1'i ən əvvələ ataram. Düzdürmü? Bu avtomatik olaraq artıq rəqəmlərinin cəmi 100 oldu. Sadəcə sonuna da 2 də 0 əlavə edirəm. Deməli 11 dənə 9'u, bir dənə 1'i, 2 də 0 var. 3, 14 rəqəmli olmuş olar. Cavabımız olar nə? 20'də D variantı. Tamam.
Selçuk və Yunus birlikdə ədəd toplama oyunu oynayırlar. Selçuk 1-dən başlayıb A ədədinə qədər 1 və A daxil olan ədədləri toplayır və nəticəni S kimi hesablayır. Yunus isə 5-dən başlayır və A ədədinə qədər olan ədədləri 5 və A daxil toplayır və nəticəni Y kimi hesablayır. Bu dəqiq o qədər yorğunam ki. Həddindən çox yorğunam. Gözlərim qamaşır artıq baxanda testlərəm. Selçuk və Yunus birlikdə də toplama oynayırlar. Selçuk 1-dən başlayıb A ədədinə qədər 1 və A daxil olan ədədləri toplayır. Deməli, 1-dən A-ya qədər ədədlərin cəmi bərabərdir nəyə? S-ə, A da daxil olmaqla. Yunus isə 5-dən başlayır. 5-dən A-ya qədər ədədlərin cəmi nəyə bərabərləyir? Y kimi yazır. Aha. Nəticədə S isə gəlsin, Y 410 olduğu məlumdursa. Tamam. S ilə Y-nin cəmi 410-dursa, biz deməli nə edərik? Burada bir dənə təkli işlənən hansıdır? 1, 2, 3 və 4. Sadəcə bir dəfə istifadə olunub. Qalan hamısı 5-dən A-ya qədər həm burada istifadə olunubdur, həm də yuxarıda istifadə olunubdur. 1, 2, 3, 4 da birlikdə neçə verirlər? 10 verirlər, düzdürmü? Deməli, mən 410-dan çıxaram onu, eləyər neçə? 400. 400-ü bölərəm 2-yə. Səbəb çünki 2 dəfə istifadə olunduqlarına görə. Hərəsindən düşər 200. Deməli, 5-dən müəyyən bir ədədə qədər cəm bizə 200-i verirsə, normalda nə qədər idi? Bəs 210 idi, düzdürmü? 1-dən başlayanda 210 idisə. Deməli, n vurulsun n plus 1 bölünsün 2 düsturu bərabərdir nəyə? 210-a. Belə olan halda avtomatik olaraq bu hansı ədədlər çıxmış olurlar? Cəm düsturunu yerinə qoyduq. N vurulsun n plus 1 bölünsün 2 bərabərdir 210-dursa, deməli bu neçəyə bərabərdir normalda? N vur n plus 1 420-yə bərabərdir. 420-yə bərabərdirsə də biz burada nədən danışa bilirik? 20-21-dən, düzdürmü? Deməli, 20 vur 21 bölü 2-dir ki, bizə 210-u verir. Deməli, bu ədəd nədir? N-ci ədəd 20-dir də. A özü 20-ci ədəddir buradakı. Bu şəkildə bizə bunu verir. Cavabımız olana B variant. Qəşəng sualdır, amma orada o təkrarlanma görmək olur. Amma çətin sual idi. 3-cü sinif üçün ümumiyyətlə çətin. Ümumiyyətlə Timo çətindir. Həqiqətən. Yəni çətin dediyim pis mənada yox. Həqiqətən sualları çox qəşəngdir. Mənə xoşuma gəlir. Aşağıdakı şəkil bərabər, yəni uşaqları fərqli tərzdə düşünməyə vadar edirdi. Yəni standartlardan kənarda deyə mən çox xoşuma gəlirdi. Yəni belə suallar ki, uşaqlar bir kreativliklərini ortaya qoymalıdırlar. Şablon suallarla olimpiyatçı olunmur. Aşağıdakı şəkil bərabər kvadratlardan ibarət bir düzbucaqlıdır. Buna əsasən bu şəkildə kvadrat olmayan neçə düzbucaqlı var? Bunun maraqlı bir formulu vardı. N vurulsa n plus 3 bölünsün 2 kimi deyəsən belə bir düstur vardı bunun. Tam xatırlamıram. İndi baxıb deyərəm. Yadımdadır ki, bunun çox bəsit bir formülü var. Normalda belə saya bilərsiniz. 1, 2, məsələn, 1, 2, 2, 3, 4. Bu istiqamətdə ikili olan 4 dənədir. 1, 2, 3 dənə də bu istiqamətdə olan 3 dənə ikili var. Sonra 3, 4 bu istiqamətdə baxan 1, 2 dənə bu formada var. Beləsi yoxdur. Bir də bütöv var. 4, 3, 7, 3, 10 dənə. Yəni 22-də deyil. Amma ürəyimdə qalmasın, mən gireyim də o düstura baxım. Aha.
O düstur deməli qəti şəkildə sizlərə aid deyil uşaqlar, ya 3-cü siniflərə aid deyil, o kombinasiya ilə bağlı bir düsturdur. Seçimlə əlaqəlidir. Məsələn, tutaq ki, şagird vəziyyətdə olanlar 2 dənədirsə, yəni bu videoya yuxarı siniflərdə baxırsa deyim, 2 ədəddirsə, üfüqi vəziyyətdə olanlar isə sayı 3 ədəddirsə, bu şəkildə olur. Deməli, 2 üstə gəlinsin 1-dən biz kombinizon alıb 2 əsasdan, həmçində 3 üstə gəlinsin 1-dən kombinizon 2 əsasdan alıb bunların necəyik? Hasilini tapacaq, yəni bu şəkildə olur. Məsələn, bu sizə aid deyil uşaqlar, sizə əlinə saysanız yaxşıdır. 23 üzərində 1, 13 falan ədədləri yazılı olan 9 kart var. Pelin, Volkan və Tuna hər biri bu kartlardan 3-ünü götürürlər. Pelin kartlarında yazılan ən kiçik ədəd 19-dur deyir. İkinizin əlində hansı kartların aldığını bilirəm deyir. Buna görə aşağıdakı şərtlərdən hansı doğrudur? Pelinin deməlidir ki, kartlarında yazılan ən kiçik ədəd 19-dur. Deməli, Pelinin əlində yoxdur nə? 1 yoxdur, 5 yoxdur, 13 yoxdur. Dəqiq bildiyimiz sadəcə budur burada ki, Pelinin əlində 1, 13 və 5 yoxdur. Sadəcə bunu bilirik, başqa heç nə bilmirik. Pelində bunlar yoxdur. 1, 5, 13 yoxdur. On 19-da Pelindədir, yəni 4 dənə kartın yerini bildik. Daha doğrusu düzdür, bu 2-nin yerini bilmədik, amma təxmin edirik. Ən azından Pelində olmadığı dəqiqdir bunların. Buna görə arkadaşlar 5 nömrəli kartı Volkan götürmüşdür. Ən böyük nömrəli kartı Pelin götürmüşdür. Dəqiq deyil. Kartlarımda yazılan ən kiçik ədəd 19-dur dediyinə görə 5 nömrəli kart Volkanda olsa məncə də Volkandakılar hamısı avtomatik böyüklər olmalıdır. Pelindəki məsəldəki 19 olsa 33 olsa 79 olsa məsələn deyirəm. Məsələn 3 dənə böyük. Ən böyüklər Volkandadır ki 99, 61 və 43. Pelin deyəndə ki əlimdəki ən balaca 19-dur məsələn. O avtomatik bilir ki 1-dir, 13-dür, 5-dir, onda deyil. Volkan bunu 100% bilir ki 1, 13, 5 onda deyil. Yəni ancaq bununla tapa bilirəm də. 1, 13 və 5-in onda olmadığını bilir. Və ondakı kartlar elə kartlardır ki avtomatik olaraq artıq kimdə hansı kart olduğunu bilmiş olur da. Yəni bilir ki 1, 13, 5 deməli Pelində deyil. Pelində ən balaca 19-dur, məsələn 33, 79 ola bilər və ya da bunlardan hər hansı biri ola bilər, fərqi yoxdur. Sadəcə 19-dan kiçiklər Pelində olmasın.
Belə olan halda da 13 nömrəli avtomatik olaraq kimdə olmuş olur? Tunada olmuş olur. Cavabımız olur nə? C. Yəni deyirəm. Zaten burada ən kiçik 19-dur dediyində mən 1, 5 və 13-ün Y-sini axtarırdıq da. Biz ki elə ən əsas vacib bu üçündən biridir də. 5 nömrəli volkanda olsa o tapa bilməz. Çünki 5 nömrəli volkandadırsa, tutaq ki o 13-dən tutaq ki ən kiçik 19 desə, volkan bilməzdi ki onda 99-dur, 61-dir, 43-dür və ya hansıdır bilməzdi. Deməli volkandakıların üçü də böyükdür ki, o avtomatik olaraq böyüklərin və balacaların kimdə olduğunu eləyir, təyin eləmiş olur. Əks halda bilə bilməz ki, hansı böyük kartlar kimdədir. Özündəkilər böyük olmasa. Düz bir xət üzərində soldan sağa doğru sırayla A, B, C, D, Y nöqtələri işarələrin A ilə Y arası 18 cm-dir. Sırayla işarələnir. Sırayla A, B, C, D və nöqtələri işarələnir. A ilə Y arasında 18 cm-dir. A ilə Y 18 cm-dir. B ilə D 9-dur. B ilə Y 15-dir. B ilə Y 15-dir. Aha. B ilə Y 15-dir. Avtomatik olaraq deməli A ilə B 3-dür. B ilə D 9-dur. B ilə D 9-dursa, B-dən Y-yə 15-dirsə, D ilə Y-nin arası 6-dır. Bizə nə soruşur? B ilə C arasındakı məsafə C ilə D arasındakı məsafədən 1 cm daha qısadır. B ilə C deməli 4-dür, C ilə D də 5-dir daha. 9 olduğuna görə. Buna görə A ilə C arasında 3 cm-dir. A ilə C arasında 7 cm. Burada cavabımız oldu nə? B variantı. Belə dostlar, bugünlər sizlərlə birlikdə 3-cü sinif TIMO imtahan suallarına baxdıq. Növbəti videoda inşallah 4-cü sinifin suallarına baxacaq. Videolardan xəbərdar olmaq üçün mütləq şəkildə abunə olub, həmçinin hər hansı bir sualınız varsa rəy bölməsində bildirə bilərsiniz. Yəni deyirəm, mən bu videoları gecə geç saatlarda çəkirəm və bu səbəbdən səhvlərim ola bilir. Əgər ki bu videoda hər hansı bir səhvim oldusa, indidən əfvinizə sığınıram və onu mütləq şəkildə rəy bölməsində bildirin ki, növbəti videolarda həmçində elə rəy bölməsində sizin sualınızı və ya həmin ki o narazılığınızı nəzərə alım. Belə növbəti videolarda görüşəndək hələlik sağ olun.